Hər kəsə salam, evet Çınarda sizləri xoş gördük. Bir mövzu başlatmışdıq. Forex bazarının prinsipləri və əsasları başlıqlı bir mövzu idi və artıq mövzumuzun son hissəsinə, son punktuna gəlib çatmışıq. Düzdür, siz indi videoda görürsünüz, sonuncu profil firmalar haqqında danışmalıydım. Lakin profil firmalar son dövrlərdə ölkəmizdə daha belə çox diqqət cəlb elədi. Ona görə də profil firmalar haqqında öz fikrimi əvvəlki videoda paylaşmışam və sona saxlamışam. Forex-də uğurun sirri, strategiya, intizam və davamlı öyrənmə. Əslində mövzuya baxsaq bunu ilk mövzulara da əlavə etmək olardı. Lakin bunu sona özüm saxladım ki, bununla da tam mövzunu əhatə eləyib bitirməyi düşünürəm və növbəti videolarımızda daha da belə deyək, maraqlı, həm də məhsuldar, həm şəxsi inkişafa belə deyək, təkan verəcək videolar çəkmək istəyirəm. Ona görə də bu mövzunu sona saxlamağı fikirləşdim və mövzumuza başlasaq, onu demək istəyirəm ki, Forex-də uğur qazanmağın sirri aşağıda 3 punkt qeyd eləmişəm. Strategiya, intizam və daim öyrənmə. Bunların üçünü cəmləsək, üçünü bir yerə cəmləsək biz Forex bazarında uğur qazana bilərik. Lakin belə deyək, intizam, strategiya, intizam və daim öyrənməyə başlamamışdan öncə, o haqda danışmağa başlamamışdan öncə onu demək istəyirəm ki, ümumiyyətlə Forex bazarı belə deyək, sosial şəbəkələrdə reklam olun. İstəyənlər maliyyə bazarını götürsə, istər kripto bazarı olsun, istər səhm bazarı olsun və əsasən Forex bazarı olsun. Səhm bazarına və baxsaq, Forex bazarı daha risklidir, lakin gəlirli bir sahədir. Sadəcə olaraq bu sahənin özündə riskləri var. Təbii olaraq, yəni burada əsas Forex bazarında uğurlu olmağın ilkin göstəricisi sizin öz üzərinizə çalışmağınızdır. Yəni özünüz nə qədər uğurlu olsanız, siz Forex bazarında da uğurlu olma ehtimalınız yüksəkdir. Çünki bu bazarda elədir ki, siz yəni yeni başlayanlar üçün təbii olaraq daha çox praktikası olanlar artıq bu hissənin müəyyən hissəsini keçiblər və siz burada artıq başlanın məşğul olmağa Forex-lə siz müəyyən çətinliklərlə üzləşməyiniz qaçılmazdır və uğura çatana kimi siz belə deyək, mərhələli şəkildə bu uğursuzluqlarla qarşılaşacaqsınız. Çünki bu mən özüm də misal olaraq bu belə deyək, uğursuzluqlar olub və belə deyək, müəyyən balanslar yatırım eləmişik, belə itirmişik, qazancımız da olub. Lakin ilk vaxtlar belə deyək, mən elə bir trader rastıma yəni çıxmayıb, neçə traderlə belə deyək, öz fikirlərini bölüşüblər, onlar haqqında oxumuşam. İlk başlarda hamı da bütün traderlər demək olar ki, eyni belə xətt üzrə gedir və təbii olaraq demoda ticarət etmək, real ticarət etməkdən fərqlənir. Ona görə də siz əgər real ticarətə artıq başlamısınızsa və insan ilk olaraq ümidlərlə başlayır və ümid edir ki, bu bazara daxil olmuşam və müəyyən bir fikirlərlə belə deyək, başlayır və ən çox da qazanc barəsində fikirləşir. Amma zaman keçdikcə başa düşürsən ki, Forex-də uğur qazanmaq istəyirsənsə, ilkin növbədə kapitalı qorumalısan. Çünki kapitalı qorumasan, bu gün sən itirsən kapitalı və yaxud bir həftə, bir ay ərzində itirsən, növbəti aylarda bazar sənə şanslar verir və o şansları sən artıq gördükdə sənin əlində kapital olmur ki, yenidən ticarət edə biləsən. Və ən əsas məsələ bazarda kapitalı qorumaqdır və eynilə də bununla yanaşı strategiya və intizamlı olmaq və belə deyək, daim öyrənməyə cəhd göstərməkdir. Daim sondan başlasaq, daim öyrənməyə cəhd göstərmək nəyə görə deyirəm? Çünki yeni başlayan treyderlər belə deyək, müəyyən ya ola bilər mentor yanına gedirlər, təlimçi yanına gedirlər və yaxud da belə deyək, özləri öyrənməyə başlayırlarsa, müəyyən strategiyalardan
təbii olaraq üstünə işləyirlər və bu da həmin strategiyalar onları tam özünü tapmayana kimi və uğursuzluqlarla üzləşəcəklər. Yəni bu qaçılmazdır. O ki, artıq ki özlərini tapanda və qrafiki açıb baxanda ki, qrafikdə yəni artıq siz bu qrafiki görə bilirsiniz. Yəni görmək nə mənada? Yəni artıq qrafika baxanda ən azından belə deyək, bazarın hara getməyini təxmin edə bilirsiniz. Çünki bazar Forex bazarı, istər kripto bazarı olsun, ümumiyyətlə belə deyək, ehtimal nəzəriyyəsindən əsaslanır. Ona görə də burada dəqiq demək mümkün deyil. Təbii olaraq burada müəyyən treyderlər var ki, misal öz fikirlərini, proqnozlarını paylaşırlar. Yəni zaman keçdikcə yeni başlayan treyderlər də öz belə deyək, artıq bir professional bir səviyyəyə gəlib çatandan sonra özləri də proqnozlarını verə bilərlər və o proqnozların əksəriyyəti özünü doğrulda da bilər, doğrultmaya da bilər. Yəni ehtimal nəzəriyyəsinə əsaslanır bu sfera, belə deyək. Və daim öyrənmək sizin üçün daha xeyirlidir ki, siz özünüzü inkişaf elətdirirsiniz. Yəni bir strategiyanı öyrənmək, əgər siz o strategiyanı öyrənmisinizsə və sizə uğurlu əldə etməmisinizsə və o strategiya ola bilər ki, sizin üçün uğurlu deyil və siz növbəti strategiyaları yoxlamağı sizə məsləhət görərdim. Çünki burada elədir ki, mən misal olaraq özümü götürsəm, mən belə deyək, trend xəttlərindən tutmuş, şam analizlərindən tutmuş, Elliot dalğalarından tutmuş, yəni indiki dövrün belə deyək, trendinə çevrilmiş smart money olsun, ICE olsun kimi, yəni istifadə eləmişəm, yəni öyrənmişəm və sonda özümə uyğun olan, yəni gözüm gördükdə artıq əldə edə biləcəyim bir nəticəyə uyğun olaraq özümə strategiya qurmuşam və onun üzərindən hal-hazırda çalışıram və istənilən halda bütün strategiyalar, yəni trader ümumiyyətlə başlayanda mən özümdə də traderlər, yeni başlayan traderlər ticarət etməyə başlayanda ideal belə deyək strategiya axtarırlar ki, yəni daxil oldum bazara heç bir halda səhv olmasın. Bu mümkün deyil təbii olaraq. Siz bazara daxil olsanız strategiyanın uğurlu strategiya bazarda sizə 60%, 70% uğurlu nəticə verirsə, bu artıq kifayət qədər sizin belə deyək qazancınızdır və uğurunuz demək olar. Çünki daim eyni strategiyada qalmaq və onu inkişaf elətdirmək, təbii olaraq bazar dəyişir, müəyyən dəyişikliklər olur bazarda, bütün ümumiyyətlə maliyyə bazarında müəyyən dəyişikliklər baş verir. Lakin strategiyalar demək olar ki, hamısı indiyənə kimi istər trend xəttləri olsun, istər fiqur analizləri olsun, istər Elliot dalğaları analizləri olsun, hamısı da indiyənə kimi hamısı da işləyir. Sadəcə olaraq gözün öyrəşmə qabiliyyəti var. O da ki, müəyyən vaxtdan sonra praktika topladıqdan sonra daima öz üzərinizdə işlədikdə, daimi öyrənməyə meyl etdikdə siz o təcrübəni əldə edə bilərsiniz. Və gəlib çatsaq intizam qaydasına və strategiyanı danışıb intizamı sonra saxlamaq istəyirəm. Strategiyalar belə deyək, hal-hazırda Forex bazarında müxtəlif strategiyalar var. Təkrar kimi qeyd etmək istəyirəm ki, şam analizlərindən başlamış, trend xəttlərindən tutmuş, indiki dövrün belə də trendinə çevrilmiş smart money olsun, ICE olsun və digər strategiyalar olsun ki, hal-hazırda bazarda işləyirlər və hər bir strategiyanın özünün belə deyək, uğur faizi var və ona görə elə traderlər var ki, hal-hazırda misal olaraq fiqur belə deyək, analizlərinə məşğuldular və trend xəttləri ilə məşğul olub gəlir əldə edən traderlər də var, smart money ilə də məşğul olanlar var, ICT ilə də məşğul olanlar. Sadəcə olaraq mənim fikrimcə odur ki, bu bazarda əgər daimi qalmaq istəyirsənsə və özünə strategiya qurmaq istəyirsənsə, sadəliyə qaçmaq daha yaxşıdır. Çünki bazarda belə deyək, daha çox dibə getdikcə, daha çox öyrəndikcə yox, daha çox belə ideal bir strategiya axtardıqca insan sanki özünü itirmiş olur və zamanla görürsən ki, müəyyən bir müddətlik səndə artıq bazara qarşı biraz belə mənfi xüsusiyyət yaranır və sən ticarət etmək istəmirsən,
və yaxud da strategiyaların üzərində işləmək istəmirsən və yaxud da açıb heç qrafika baxmaq istəmirsən. Yəni bu hallar baş verir. Ona görə də mən düşünürəm ki, siz təlimçi yanına getsəniz belə, mentor yanına getsəniz belə, strategiya əgər sizə öyrədirsə, sizə uyğun o strateji deyilsə, məyus olmayın ki, misal olaraq da mən mentor yanına getdim. İndi hər mentor belə deyək, təlimçinin özünün belə deyək, öyrətmə məbləği var. 500 manat olsun, 1000 manat olsun, bəziləri pulsuz təlimlər keçirlər, onların da başqa bir məqsədləri var. Sözüm onda deyil. Yəni istənilən halda ödəniş eləmisinizsə, yəni o ödənişə görə təəssüfləməyin. Ən azından o həmin təlimçidən də nəsə öyrənmisinizsə, gələcəkdə artıq siz praktika topladıqda o həmin təlimçidən də öyrəndiyiniz nəsə xırda bir detal belə sizə kömək ola bilər. Və gəlsək intizam qaydalarına, bu forex bazarının ümumiyyətlə əsasını intizam, disiplinli olmaq, intizamlı olmaq təşkil edir. Bazarda belə deyək, itirən əksər treyderlərin ticarət analizinə, ticarət tarixçəsinə baxsaq, görək ki, intizamsızlığın səbəbindən baş verir və nəyə görə bu intizamsızlıq baş verir? İntizam əslində yeni başlayan treyderlər belə deyək, başlayanda və müəyyən bir müddətdən sonra ki, artıq gəlir əldə etməyə başlayırlar, onlarda özgüvən yaranır. Təbii olaraq bu özgüvən yaranmasının yaxşı və mənfi cəhətləri də var. Yaxşı cəhəti ondan ibarətdir ki, artıq sən belə deyək, praktika toplamısan və öz üzərində işləmirsən və sən uğura çatmısan və sənin belə deyək, öyrənmən, öz üzərində işləmən artıq səni uğura çatdırıb və səndə bir növ öz bazara baxdıqda, ticarətə baxdıqda, analizlərə, qrafika daha doğrusu baxdıqda siz artıq orada özgüvənlə bazarın hara getmə ehtimalını təxmin edə bilirsiniz. Lakin müəyyən özgüvənin mənfi cəhəti də ondan ibarətdir ki, trader artıq ki qazanmağa başladıqdan sonra istənilən belə deyək, bazarın dəyişməsindən istifadə edib gəlir əldə etmək istəyir və bu da müəyyən müddətdən sonra traderdə əməliyyatlarının mənfiyə doğru getməsinə və tarixçəsinin, ticarət tarixçəsinin mənfiyə doğru getməsinə gətirib çıxardır. Ona görə də mən yadımda deyil, amma çox yaşlı bir treyderlərdən bir yaxşı söz eşitmişəm ki, daim qazanc əldə eləmək, daim yəni belə deyək, müsbətdə olmaq və daim qazanc əldə etmək trader üçün mənfi bir haldır. Çünki daim özünə əmin olur. Misal olaraq əldə etdiyi gəlirləri də bir ticarətə qurban verə bilər. Nəyə görə? Çünki qazanc əldə edir, açdığı əməliyyatlar qazanc verir və bir əməliyyat açır və minusa gedir, onu bağlaya bilmir. Əgər stop lossdan təbii olaraq istifadə etmirsə, onu bağlaya bilmir. Misal olaraq bu qiymətdən qalxar, bu civardan qalxar deyə düşünərək və o qazandıqlarını da itirmə ehtimalı var. Hətta balansı da, kapitalı da itirmə ehtimalı var. Ona görə də bu bazarın ümumiyyətlə ticarətin, ümumiyyətlə istənilən bütün ticarəti belə baxsaq, istər ənənəvi ticarət olsun, istər belə deyək, maliyyə bazarında onlayn ticarət belə deyək də, yəni ticarət olsun. Burada intizam olmasa, yəni heç bir halda uğur qazanmaq düşünürəm ki, mümkün deyil. Yəni sizin intizamlı olmağınız artıq sizin sizin özünüzdən asılıdır. Misal olaraq mənim üçün saat misal olaraq deyirəm 5-də durmaq, digər trader üçün 5-də durmaq misal çətin ola bilər. O məsəl üçün 8-də durub, yaxud 9-da durub özünü daha günah hiss edə bilər. Yəni o intizamı mən düşünürəm ki, fərdi olaraq hər bir şəxsin özündən asılıdır. Təbii olaraq düzdür, insan misal olaraq biraz daha tez duran, yuxudan məsələn ayılanda vaxt müddəti olaraq daha çox özünə vaxt sərf edə bilir. Müəyyən misal olaraq səhər belə deyək, müəyyən idmanla məşğul ola bilir və yaxud kitab oxuya bilir və yaxud da hər hansı bir podkast dinləyə bilər. Ümumiyyətlə yaxşı hal olar ki, təbii olaraq insan ibadətlə məşğul olsun və namaza durandan sonra belə deyək, namaz ibadətini edəndən sonra yaxşı olar ki,
bir neçə səhifə Quran kitablarından da oxusun, Quranın daha doğrusu surələrindən oxusun və günə bu halda başlasa, Allahın izni ilə günü də uğurlu olar. Təbii olaraq günün uğurlu keçməsi və günün belə deyək, qazanclı keçməsini ibadətə də bağlamaq tam düzgün deyil və insanın nəfsi də bu rolda belə deyək, bu istiqamətdə böyük rol oynayır. Ona görə də sadəcə olaraq yenə günün o rutinini kim necə bacarırsa elə başlayır və sənin üçün intizam qaydası nədirsə və onu özün üçün qeyd eləməlisən və özün o üzrə misal olaraq daha gec durmaq da insanın vaxtının belə deyək az hissəsini sərbəst az vaxtın qalmasına səbəb olur. Ona görə də normal bir vaxt seçib o vaxt yuxudan ayılmaq və digər işlərə vaxt ayıraraq qrafik qarışığına keçib artıq ticarətdə də və təbii olaraq öz strategiyanı qurmaq və yaxud öz strategiya qurmusansa onu daha da belə inkişaf etdirmək və digər intizam qaydalarına riayət etmək lazımdır. Əgər bu günün rutini ilə bağlı intizam qaydalarıdır. Əgər siz misal olaraq ticarətlə bağlı rutin qaydalarına baxsaq ki, daha doğrusu ticarətlə bağlı intizam qaydalarına baxsaq, ticarətin əgər sırf ticarətdən söhbət gedirsə, intizam qaydası edə çox deyil. Belə baxsaq, ticarət edirsənsə, ticarətə daxil olduğun stop loss qoymalısan. Stop loss qoyduqdan sonra belə take profit qoymalısan və yaxud əgər take profit qoymursansa, bazarı özün nəzarət edib əməliyyatları özün bağlamaq istəyirsənsə, ən azından müəyyən bir müddət qrafik qarşısına keçirsən daha yaxşı olur. Eynilə də stop loss qoymaq daha yaxşıdır. Əgər sən artıq elə bir səviyyəyə gəlib çatmısansa, biraz o həmin səviyyəyə gəlib çatmağın özü də biraz çətindir və insan psixologiyası belə deyək, müəyyən gün ərzində olsun və yaxud insan həyatında müəyyən belə deyək, sıxıntılar, problemlər baş verdiyənə o psixologiyanı da idarə etmək, biraz o intizamı da idarə etmək biraz çətin olur və əgər stop loss da qoymamısansa və düşünürsən ki, özünə müəyyən bir məbləğ qeyd etməlisən ki, bu məbləğ misal olaraq minus getdikcə bu qədər minus olduqda mən artıq bu əməliyyatı özüm avtomatik bağlayacağam. Yəni intizam qaydaları Forex bazarında ticarət intizam qaydalarına belə baxsaq, 3 hissəyə bölmək olar ki, əməliyyata daxil olmaq, stop loss qoymaq, take profit qoymaq, bir də risk menecmenti, risk idarəçiliyinə riayət etmək lazımdır ki, bu da əsas belə deyək, demək olar ki, hər mövzuda o risk idarə etməsinə bağlı danışmışıq. Bəzən düzdür, görürsən ki, deyir no risk, no reach və yaxud da bəziləri var ki, no risk, no risk. O deyən məsəl üçün traderlər də var ki, yəni risk eləməsən sən belə deyək, imkanlı olmaq, varlı olmağa gedən yolda risk etmək lazımdır. Yəni bu yöndən danışırlar. Məsələ o no risk, no reach o məsələsi onunla bağlıdır ki, yəni sən bu yola getmirsənsə, sən bu yolda hər hansı bir riskləri belə deyək, əl atmasan, uğura yol tapa bilmərsən. Ona görə də o riskləri də təbii olaraq idarə etmək lazımdır ki, o belə deyək, civarından, hədəqəsindən çıxmasın. Çünki artıq o risklər hədəqəsindən çıxandan sonra belə deyək, səndə olan o kapitalı əldən alandan sonra səndə demək olar ki, heç nə qalmır və motivativ olaraq və istər fiziki cəhətdən, istər ruhi cəhətdən səndə düşüş yaşayırsan və oradan qalxmaq belə çətin olur. Və müəyyən treyderlər də həmin yerdən sonra belə deyək, bəziləri bu işdən ayrılırlar, bəziləri davam etmirlər, bəziləri müəyyən vaxtdan sonra davam edirlər. Yəni bu ümumiyyətlə bu Forex bazarında belə deyək də treyderin yaşaya biləcəyi yəni ağla gələn və belə də gəlməyən bütün demək olar ki, o situasiyalarda mən olmuşam. Və ona görə də kripto bazarı ilə bağlı mən çox ticarət etmirəm deyənə, amma kripto bazarında da yəni fəaliyyətimiz var. Sadəcə orada çox mən ticarət eləmirəm. Mənim üçün kripto bazarı ayrı bir mövzudur, səhm bazarı da ayrı bir mövzudur. Yəni amma Forex bazarı ilə bağlı belə deyək, seminar eləsək, misal olaraq da belə
və ora nə qədər insan yığışsa belə saatlarla o barədə Forex barəsində danışıb, yəni suallara cavab verməyi potensialını özümdə görürəm. Çünki Forex bazarı mənim üçün başqa bir aləmdir. Burada bizim belə deyək, yaxşı anları da var, biraz belə deyək, üzücü anlar da var. Yəni bu biznesə, belə deyək, bu işə əgər addım atmısınızsa, ya addım atmamışdan öncə fikirləşməlisiniz ki, mən bu riskləri gözə alacağam və yaxud da belə deyək, addım atmamışdan, addım atdıqdan sonra isə geri qayıtmaq biraz çətin olur həqiqətən. Ümumiyyətlə burada yəni bu mövzu, bu video ilə Forex bazarının prinsipləri və əsasları belə deyək, başlığı tamamlayıram və düşünürəm ki, bu videoda, ümumiyyətlə bu videolarda 12 punkt idi, səhv eləmirəmsə ümumi bizdə 12 belə deyək hissədən ibarət idi mövzumuzun alt hissələri və mənim misal olaraq rastıma gəlməyib Azərbaycanda, ölkəmizdə belə deyək bu mövzular haqqında, bu mövzular, daha doğrusu Forex bazarının incəlikləri barəsində belə danışan, düşünürəm ki, hardasa müəyyən tam xırdalığına kimi də olmasa, müəyyən xırdalığına kimi getməyi bacarmışam və istənilən halda belə deyək, YouTube səhifələrinə baxsaq, hamısı misal olaraq mentorların əksəriyyəti strategiya satır, öz strategiyalarını insanlar, təbii olaraq normal bir haldır, yəni bütün dünyada bu var. Yəni burada yəni narahat olacaq və yaxud da kiməsə irad bildirəcək bir şey deyil. Sadəcə olaraq bu bazarın reallığını və bu bazarın belə deyək, o iç yüzünü, alt yüzünü treyderlərə başa salmaq lazımdır. Təzə başlayan, yeni başlayan treyderlərə başa salmaq lazımdır. Təbii o ölkəmizdə də bütün ölkələrdə olduğu kimi uğurlu treyderlər də var və bu çox gözəl bir hissdir, çox gözəldir. Lakin bu bazarın belə deyək mənfi və müsbət cəhətlərini də yeni başlayanlara çatdırsalar çox gözəl olar. Və düşünürəm ki, mövzumuz barəsində mən ümumi bütün mövzular barəsində ümumi danışmışam. İstər indiki olsun, istər bundan öncəki prop firmalar barəsində ümumi fikirlərimi bildirmişəm. Hansı prop firma yaxşıdır, hansı prop firma ticarət edir, o haqda mən danışmıram. Və ya hansı strategiya yaxşıdır və ya hansı strategiyadan sizə məsləhət görürəm, onu demirəm, o haqda danışmıram. Çünki strategiyalar müxtəlifdir. Hər bir insanın, hər bir ticarətlə məşğul olmaq istəyən treyderin özünün yanaşma tərzi var. Ola bilər ki, mən ona smart money ilə danışım, ona maraqlı gəlməsin, amma trend xəttlərini çəkim, onun üçün maraqlı olsun. Ya ona görə də o strategiyalar barəsində o mövzuda da ümumi misal olaraq danışmışam. Fundamental analiz barəsində də, texniki analiz barəsində də, Forex brokerləri barəsində də ümumi fikirlərimi bildirmişəm ki, broker seçəndə nəyə diqqət edin və çünki burada brokerdən broker fərqi var. Müəyyən brokerlər var ki, trader ondan istifadə edir. Müəyyən brokerlər var ki, o həmin broker mənim üçün yaxşıdır, sizin üçün yaxşı olmaya bilər. Yəni ona görə fikir dəyişkənliyi çoxdur. Yəni mən ümumi bu mövzular barəsində, ümumi bu 12 dənə mövzu belə deyək, alt hissə barəsində ümumi danışmışam və bu mövzunu da belə deyək, burada artıq bitirirəm və ümid edirəm ki, və təbii olaraq biraz səhifəmizə baxış sayı və bəyənmə sayı azdır və düşünürəm ki, bunun səbəbi nədən ibarətdir. Bəlkə də onu növbəti videoya saxlayaram və bununla da hələlik Forex bazarının prinsipləri və əsasları mövzusunu yekunlaşdırıram və növbəti bir belə deyək, mən kontent xəttinə video çəkmirəm də, yəni ki, sadəcə olaraq o vaxt danışmağı istəmirəm. Ona görə də növbəti maraqlı videolar və öz fikirlərimi və belə deyək, özünü inkişaf barəsində videolar çəkmək istəyirəm. Təbii olaraq bu maliyyə bazarına, Forex bazarına aid mövzu olacaq, yəni qıraq kənara çıxacaq heç bir mövzu düşünmürəm çəkim. Yəni bu qədər, hər kəsə uğurlar, bol profitlər hər kəsə arzu edirəm və hər kəsə Allah amanda deyirəm.